10 illiklər boyu gizlədilən bir həqiqət. Seridə baş verən bu partlayışın qurbanlarının real sayı illərlə gizli saxlanılıb. Məxfi sənədlər, susturulan şahidlər və qaranlıqda qalan faktlar. Bu faciənin pərdə arxasını birlikdə izləyək. İlkin Nəcəf yazır ki, seridə çox sayda insan ölümü ilə nəticələnən hadisələr bir qayda olaraq dövlət sirri hesab edilib. 1968-ci il mayın 25-də Kirovdakı Trudovye Rezervi stadionunda baş vermiş güclü partlayış da onlardan biridir. Şəhəri ölənlərin sayının minlərlə olduğuna dair şayələr bürüyüb. Ancaq qəzetlərdə bu qəza barədə bir sətir belə dərc edilməyib. Hadisənin özünə gəlincə, Zasora çayının kənarında tikilmiş stadionda möhtəşəm şənliyin keçirilməsi nəzərdə tutulub. Qırmızı Ordunun 50 illiyi üçün Sovet kino və dublyaj aktyoru, estrada müğənnisi, seyir xalq artisti Mark Bernis və paytaxt ulduzlarının iştirakı ilə dünyada Moskva var adlı teatr tamaşası hazırlanıb. Hətta 5000 yerə malik olan stadiondakı tamaşaya 28 minə yaxın bilet satılıb. Tədbirlərdə həmçinin 700 məktəbli, tələbə və hərbçilərin iştirakı nəzərdə tutulub. Saat 17:40-da isə tribunalar artıq dolub. Bu zaman ilk partlayış baş verib. Tədbirdə olanlar bunu xüsusi effekt sanıblar. Həmin vaxt stadionda olan milislərdən biri hadisəni belə xatırlayır. Mən parıldayan raketin qalxdığını gördüm. Sadəcə olaraq şounun başladığını düşünürdüm. Reallıq daha dəhşətli olub. Taxtadan hazırlanan inzibati binaya son atəşfəşanlıq üçün 1100 kiloqram pirotexniki vasitələr gətirilib. İkinci mərtəbədə birbaşa anbarın üstündə qalyanaltı hazırlanması üçün müvəqqəti mətbəx düzəldilib. Yanğının dəqiq nədən baş verdiyi məlum deyil. Hadisə şahidləri bunun atılmış siqaret kötüyü və ya elektrik naqillərindən çıxan qığılcımın olduğunu deyirlər. Partlayış nəticəsində öncə insanlarla dolu eyvan uçub. 2 mərtəbəli bina alovlanıb. Közlər stadiona səpələnib. Əskərlər və milislər inzibati binaya tərəf qaçıblar. Bu zaman ikinci partlayış baş verib. Bu isə daha güclü olub. Burada stadion zərər görən yeganə ərazi olmayıb. Bir neçə məhəllə aralıda Kirov sakinlərinin evlərinin pəncərələri də sınıb tökülüb. Tribunaların oturacaqları qopub, inzibati binanın dam örtüyü dağılıb. Tamaşaçılar stadiondan qaçmağa başlayıblar və çıxışlarda sıxlıq yaranıb. Yanğınsöndürənlər hadisə yerinə gəlsə də su çatışmazlığı onların işinə mane olub. Stadionun mərkəzi hidrantı dağıntılar altında qaldığından su faciə baş verən yerə 400 metr aralıda yerləşən Yejovski gölündən çəkilib. Yaralılar yarım saat ərzində stadiondan təxliyə edilib. Saat 18:14-də yanğının qarşısı alınıb. Lakin axtarış xilas etmə əməliyyatı uzun müddət davam edib. Stadionun ətrafındakı kardon yalnız 3 gündən sonra götürülüb. Sonradan yayılan rəsmi məlumata görə hadisə nəticəsində ümumilikdə 39 nəfər həyatını itirib. Onlardan 29-u partlayış yerində dünyasını dəyişib. Ölənlər arasında 11 tələbə və 9 hərbi qulluqçu, həmçinin 10 tamaşaçı olub. Bir çoxuların bədənlərində ciddi yanıqlar olduğundan onların kimliyini belə müəyyən etmək mümkün olmayıb. Bundan başqa, 75 nəfər ağır, daha 13 nəfər isə yüngül xəsarət alıb. Amerikanın səsi radiosunun sayəsində Qərb dövlətləri Kirovda baş verən dəhşətli faciə adlı məqaləni hadisədən bir saat sonra oxumağa başlayıblar. Sovet mediası isə bu hadisəyə səssiz qalıb. Yalnız yerli qəzet 3 gün sonra kiçik bir xəbər dərc edib. Kirovda gizli dəfn edildiyi iddia edilən minlərlə şəxs haqqında şayələr yayılmağa başlayıb. Eyni zamanda hələ neçə nəfərin öldüyünü bilməyən şəhər rəhbərliyi 300 tabut sifariş verib. Məsələni ört-basır etmək istəyən şəhər rəsmiləri dərhal stadionu sökmək istəyiblər. Lakin Moskvadan gələn təcili komissiya rəhbərliyin planını paytaxtdan gələn stadion qazıb və daha bir neçə cəsəd seri prokurorluğu bunun təxribat aktı olduğunu